Deyirsən, Quranda baş örtüyü yoxdur, hicab yoxdur. Mən ayələri oxumuram, fərasət əhli üçün yerlərin deyirəm. Əhzab surəsi 33, 53, 59 və Nur surəsi 31-ci ayə. Allah başı bağlamağın qaydasına qədər öyrədir bunu. Quranda baş örtüyü yoxdur. Yaxşı, bəs Allah Peyğəmbərinə buyurur, öz xanımları var, möminlərin xanımlarına deyən, belə eləsin. Hətta səsi, qadın gərək səsin incə çıxartmasın ki, və la təhzənə bil qavl, səsin incətməsin ki, yətməullədinə fi qulubihim məradun, qəlbində xəstəli olanlar tamaha düşər. Kişi-qadın münasibətlərin bu ayələrdə Allah Taala xəbər verir. Bunu bir Quran deyir, var, sən deyirsən, yoxdur. Çünki bu da cəmiyyətə sərf eləyir axı. Baş açmaq sərf eləyir. Ağıl məntiqlə, Quran ağıla və məntiqə uyğun nazil olan kitabdır. Ağıl və məntiqlə soruşuram, əli qoy vicdanın üstünə, qadının abırlı geyinməyi yaxşıdır, ya bu günləri onun təbliğ edən kimi başı açıq, ondan sonra onun dediyi kimi geyinməyi, hələ Quranı qəbul eləmirsən, ay dinləyici, heç olmasa vicdanla sən münasibət bildir ki, qadının geyinməyi cəmiyyətin sağlamlığıdır. Cəmiyyətin qadını çılpaqlaşdıqca cəmiyyət pozğunluğa doğru